yeməyi həmişə bişirəndə uşaqlığım yadıma düşür. Uşaq vaxtı anam tez-tez bişirirdi, biz də bəhbəhlə yeyirdik. İnanın heç bir yeməyə etiraz etmirdik. Amma indiki uşaqlar elə deyil, çox seçicidirlər. Məsələn, mənim oğlum bu yeməyi yemir, amma qızım isə sevərək yeyir. Qış aylarının isti şorbalarından biridir. Ən asan və rahat yeməklərdən biridir. Gördüyünüz kimi soğan dağ edirəm, xırda doğranılmış kartof, biber tomatı, duz, istiot, sarıkök və qaynadılmış lobya əlavə edirəm. Siz bu yeməyə kök də əlavə edə bilərsiniz, kiçik küftələr də əlavə edə bilərsiniz və ya quşbaşı doğranılmış ət də əlavə edə bilərsiniz. Biraz da suyunu tökürəm və yeməyi bişməyə qoyuruq. Onu da qeyd edim ki, tomat sevməyənlər pomidor da əlavə edə bilər. Qabığı soyulub xırda doğranılmış pomidor və zövqə görə göyərti. Mən göyərtilərdən şorbalara keşniş yaraşdıram, xırda doğrayıb üzərinə gəzdirdim. Siz qablara servis edəndə qablara da gəzdirə bilərsiniz. Artıq yeməyim hazırdır. Burada da qoyuram, dadına baxıram. Mənə nuş olsun. Xanımlar, sizlər necə belə şorbalar tez-tez hazırlayırsınızmı? Ən əsası rəylərdə yazın görək uşaqlar belə şorbaları sevirmi? Budur, artıq yeməyim hazırdır. Sizlər də hazırlayın. Nuş olsun. Hələlik.